hakimiyyəti müdafiə etmək üçün kar, kör və səfeh olmalısan. Ağılsız bir insan olmalısan ki, deyəsən ki, bu hakimiyyətin xarici siyasəti var və ya da daxili siyasəti. Bu hakimiyyətin heç bir siyasəti, bu hakimiyyətin yalnız Azərbaycan xalqını məhv eləmə siyasəti var, özünün biznesi genişləndirmə siyasəti var, Azərbaycanın bütün hər yerini boşaltma siyasəti var, başqa bir siyasəti yoxdur. Varsa mənə deyin. Və bugün əgər hər hansı bir məmur dövlət rəhbərindən çəkinmirsə, dövlət rəhbərinin siyasətini birbaşa bilirsə ki, onun siyasəti Azərbaycan xalqının məhv olmasına yönəlib və hər hansı bir cəza onlara qarşı yoxsa, o zaman demək ki, burada məsələ aydındır. Məsələ aydındır ki, hakimiyyətin başdan duran zat xalqa xidmət eləmir. Bizə yol qalır, o da bu zatı rədd eləmək. İndi Rusiya qarşı səslənmələr var. Rusiya qarşı nə deyir? Deyir ki, nə bilim, beynəlxalq məhkəmə verəcək deyir. Ondan sonra başqa nə deyir o forumda, yəni o zirvə toplantısı, nə toplantısı, şo toplantısında, orada nə deyir? Rusiya ilə deməli haqq hesab çəkəcəyik. Baxın, dəyərli dostlar, bizim bu günləri həbsxanada yatan jurnalist xanımlarımız var, 10 nəfər xanımlardılar və çoxlu sayda Azərbaycanın ziyalı insanları var ki, o jurnalistlərlə bərabər həbs olunublar. Azərbaycanda azad sözün başda durmaq istəyir. Onların hər biri Rusiyanın sifarişinin həbs olunub. Baxın, əgər Rusiyanın doğrudan da qarşıdurma varsa, onları azad eləsin. 1. Həbs eləsin Nəcməddin Sadıqovu. Həbs eləsin hərbi naziri, müdafiə nazirini. Bunlar hamısı Rusiyanın ünsürləridirlər. Məsələn, öz medallarını geri qaytarsınlar. Mehriban Əliyevanın döşü medalla doludur. Siyavuş Novruzovun döşü medalla doludur. Əyyub bir dənə muavin var, deməli, baş nazirin muavini. Onun medallarını qaytarsın, o Rusiyanın birbaşa adamıdır, əslində ermənidir. Belə, dəyərli dostlar, özləri, məsələn, bütün sərvətləri, varları, dövlətləri Rusiyada yerləşir. İtirməkdən də qorxmurlar. Məsələn, o büyük tutulanlar, həbs olunanlar, o Şıxlinskidir, ondan sonra Qudnisanov da deyəsən, Qudnisanov deyəsən, onun da bu yaxınlarda həbs olunma məsələsi var. Bunlar hamısı İlham Əliyevin biznesləridir. Çoxlu biznesləri var. Amma o biznesi itirməkdən qorxmur. Çünki onsuz da o biznesi orada olsa da olmasa da Putin bundan canını ala-ala ildə neçə milyard dollarını əlindən alır. Ukraynanın, məsələn, Ukraynada bəzi silahların alınmasında bunun pulundan istifadə edir. Öz varın dövlətini, neftini, qazını satmaq üçün İlham Əliyevin deməli şirkətlərindən istifadə edir. Rusiyanın malı kimi yox, Azərbaycanın malı kimi satılır. Yəni, bütün bunlar hamısı boş-boş cəfəngiyyat məsələlərdir. Azərbaycan xalqının başını qatmaqdır. Bəs İlham Əliyevin daha da güclü olduğunu ortaya qoymaq. İlham Əliyev güclüdür. Rusiya deyir ki, mən səni beynəlxalq məhkəməyə verəcəm. Nə vaxt verəcəksən? Niyə vermirsən? Niyə verməmsən bu vaxta qədər? Demək, yalan-yalan söhbətlərdir. Yenə də xatırladıram ki, dəyərli dostlar, əgər doğrudan da bu kişinin, bu adamın, bu şəxsin gücü varsa, qeyrəti varsa, cəsarəti varsa, ləyaqəti varsa, şəxsiyyəti varsa, mənəviyyəti varsa, buyursun, versin. Bunların heç biri yoxdur. Ona görə də deməli, verə bilməz. Boş-boş bəyanatlardır, heç bir gücü olmayan bəyanatlar dəyərli dostlar.